Hər kəsə salam. Bugünkü mövzumuz bullyingdir. Gəlin baxaq bu bullying nədir? İlk öncə deyək ki, bullyingin məqsədinə görə növləri var. Birinci məqsədli bullying, ikinci məqsədsiz bullying. Ümumiyyətlə bullying bir şagirdin təklənməsi deməkdir. Yəni bir şagirdin bir şagird və ya bir neçə şagird tərəfindən fiziki, mənəvi, psixoloji təklənməsidir. İndi gəlin bunların növlərinə baxaq. Nədir məqsədli bullying? Məqsədli bullying yəni hər hansı bir şagirdin digər şagirddən, yəni sinif yoldaşından xoşu gəlmir. Ona söz atmağa başlayır, onu incidir. Yəni məqsədi var. Bunu bilərəkdən edir. Məqsədsizdə isə tam əksinə. Yəni bilmədən, zarafat məqsədi ilə eləyir. Məsələn, bunlar necə olur? Hər hansısa bir əşyasını gizlədir, kitabını, qələmini. O əslində düşünür ki, zarafat edir. Amma qarşısındakı şagirdi incitmiş olur. Yəni onu bullyingə məruz qoyur. Və yaxud da onun sevmədiyi hər hansı bir ləqəbi ona taxır. Hər hansı bir ləqəblə onu səsləyir, çağırır. Baxın, bu məqsədsiz bullyingdir, bilmədən. Yəni düşünülməmiş bullying, belə deyək. Və bir də var tədris bullyingi. Nədir bu tədris bullyingi? Müəllimin şagirdin üzərinə bilmədən, istəmədən getməsi. Sonra gəlin keçək bullyingin davranışa görə növlərinə. Davranışa görə fiziki bullying və qeyri-fiziki bullying olur. Fiziki bullying toxunmaqla. Məsələn, hər hansı bir şagird digər sinif yoldaşının çiyninə vurur. Baxın, bu fiziki bullyingdir. Həmçinin hansısa əşyasını götürür, gizlədir. Yəni burada bir hərəkət var. Bax, bunlar fiziki bullyingdir. İndi keçək qeyri-fiziki bullyingə. Bunların fərqi nədir? Qeyri-fiziki bullyingdə isə daha çox bax, qeyri-fiziki bullyingin növləri var, onu da deyim. Verbal bullying və qeyri-verbal bullying. Verbal bullying sözlə. Söz atır. İki şagirddir, birinin digərindən xoşu gəlmir, ona söz atır, incidir. Yəni sözlər vasitəsilə onu incidir. Qeyri-verbal bullyingdə isə jest və mimika rol oynayır. Yəni jest, mimika dedikdə ona göz süzür. Məsələn, bu qeyri-verbal bullyingdir. Əl-qol hərəkətləri qeyri-verbal bullyingə aid olunur. Sosial bullying. Nədir sosial bullying? Sosial bullying şagirdin, hansı ki bullyingə məruz qalır, o şagirdin sosiallıqdan kənarda qoyulması. Bunu daha rahat izah vermək, yadda saxlamaq üçün belə deyək ki, tutaq ki, sinifdə bir ad günü təşkil olunub və xüsusi ilə bir şagird həmən ad gününə dəvət olunmayıb. Bu ona qarşı olunan sosial bullyingdir. Tutaq ki, seçilib, yığıncaqdır, ad günüdür, təşkil olunub, amma deyirlər ki, məsələn, Aydını bu ad gününə çağırmayaq, dəvət etməyək. Bu ona qarşı olan sosial bullying hesab olunur. Bullying həmçinin birbaşa və dolayı təsirinə görə də iki növü var. Vasitəsiz və vasitəli. Baxın uşaqlar, vasitəsiz özünün, yəni heç kimi qatmıram. Özüm, birbaşa özüm edirəm. Əşyalarını gizlədirəm, söz atıram, göz süzürəm. Bu vasitəsizdir, özümün etdiyi. Bir də var vasitəli. Araya üçüncü bir şəxs qatıram. Bir dəqiqə. Digər şəxsləri qoşuram. Özümdən başqa. Bu olur vasitəli. Yəni nə deməkdir bu? Məsələn, sinifdə Samir adlı bir uşaq var və mən başlayıram deməyə ki, mən də şagirdəm, bu sinifdə oxuyuram. Heç kim Samirlə danışmasın. Və yaxud da dediyim kimi, yenə hansısa bir yığıncaq təşkil olunub. Heç kim onu o yığıncağa dəvət etməsin. Samiri heç kim dəvət etməsin, çağırmasın. Yəni özümdən başqa sinif yoldaşlarımı da, 3-cü, 4-cü, 5-ci şəxsləri də bura qatıram. Bu olur vasitəli.
Yəni özümdən başqa bir neçə şəxs də ola bilər. Belə olduqda bu olur vasitəli. Aha, bir də var xüsusi növ bullying. Nədir bu xüsusi növ bullying? Bu kiberbullyingdir. Hansı ki, dövrümüzdə hal-hazırda bilirik ki, artıq internet dövrüdür. Bu internet üzərindən olunan bullyingdir və hazırda geniş yayılıb. Kiminsə icazəsiz şəxsi məlumatlarını paylaşmaq kiberbullying hesab olunur. Kiminsə şəklini, səs yazısını, yazışma, bax bunları icazəsiz paylaşmaq kiberbullyingdir. Sonra indi baxırıq bullyingin qarşısını almaq yollarına. Mənəvi dəyərlərin aşılanması. Yəqin ki, Kolberq nəzəriyyəsini xatırlayarsınız. Bu onu xatırladır. Sonra emosional intellektin formalaşdırılması, buzqıran strategiyaları, şagirdlərin ortaq xüsusiyyətlərinin tapılması deməkdir. Yəni belə olduqda uşaqlar, şagirdlər bir-birini daha yaxşı tanıyırlar və bir-birinin xüsusiyyətlərini bildiklərinə görə bir-birini çox bullyingə məruz qoymurlar. Uşaqlar arasında buzları əridən bir strategiyadır, buzqıran strategiyası. Valideynlərlə əməkdaşlıq etmək, bəli, çox vacib, lazımlı bir addımdır. Valideynlərin maarifləndirilməsi, yəni valideynlərə bullying haqqında məlumat vermək, uşaqlara necə pis təsir etdiyi haqqında onları maarifləndirmək. Məktəb psixoloqu ilə əməkdaşlıq, bəli, şagirdlərin maarifləndirilməsi. Şagirdlər də xüsusi olaraq, bayaq dediyimiz kimi, valideynlər necə maarifləndirilir, şagirdlər də maarifləndirilməlidir ki, onlar ola bilər ki, fərqində olmadan hər hansısa sinif yoldaşlarını, bir digər şagirdi bullyingə məruz qoymuş ola bilərlər, özləri də bilmədən. Onun üçün onlara etdiklərinin nəticəsini izah etməliyik. Yəni, bullyingə məruz qoyduğu şagird özünü necə hiss edir və yaxud da bu hansı mənfi nəticələri ortaya çıxarda bilər, nəticə olaraq haralara gətirə bilər. Bu haqqında, yəni bu sonluq haqqında həmin şagirdlə söhbət aparıb onu maarifləndirmək lazımdır. Tək bir şagird yox, yəni bütün şagirdlər maarifləndirilməlidir. Bullyingin müəyyən edilməsində yollar, yanaşmalar. Birinci, şagirdlərin özünü sərbəst ifadə etmək üçün təhlükəsiz və pozitiv mühitin yaradılması. Əgər bir şagird özünü təhlükəsiz bir mühitdə hiss etmirsə, yəni fikrini sərbəst söyləyə biləcəyi, ifadə edəcəyi bir mühitdə hiss etmirsə, onda bu şagirdin bullyingə məruz qalması, yəni şagirdlərin bir-birinə qarşı bullying etməyi gözlənilən haldır. Lakin şagirdlər bir-birini daha təhlükəsiz, fikirlərini rahat söyləyə biləcəyi bir mühitdə hiss edirlərsə, o zaman bir-birlərinə qarşı bullying halları daha az gözləniləndir. Yəni elə etmək lazımdır ki, uşaqlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilsinlər. İkinci, bütün məktəb heyəti ilə əməkdaşlıq etmək lazımdır. Yəni məktəb direktoru, məktəb psixoloqu hamısı iştirak etməlidir. Üçüncü, şagirdlərin şəxsi portfoliosunun yaradılması. Nədir bu portfolio? Burada şagirdlər haqqında bütün məlumatlar öz əksini tapır. Yəni summativ qiymətləndirmələr, diaqnostik qiymətləndirmələr, şagirdin ailəsi haqqında, psixoloqun rəyi, yəni şagirdi tanımaq üçün lazım olan bir çox məlumat burada öz əksini tapır. Dördüncü, valideynlərlə əməkdaşlıq etmək. Beşinci, esse yazmaq. Yəni tutaq ki, şagirdlərə belə bir mövzu verilir ki, bir-birinizlə münasibətləriniz haqqında esse yaz. Bu zaman şagirdlərin bir-birinə qarşı olan fikirləri ortaya çıxır. Altıncı, anonim sorğu. Anonim sorğu bütün sinifə kağızlar paylanılır və deyirik ki, kim səni incidirsə, onun adını yazırsınız və onu bir qutuya atırsınız. Bu qutuda heç bir ad, yəni yazmadan atırıq. Yəni tamamilə anonim şəkildə aparılır və bu da bullyingin üzə çıxmasında kömək edən yollardan biridir. Hələlik bu qədər. İnşallah ki, digər kurikulumla bağlı mövzuları da paylaşmağı düşünürəm. Sağ olun.